İnsan və ya Dəhr surəsi Məkkədə nazil olmuşdur. 31 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. İnsanın elə bir dövrü olub keçmişdir ki, o xatırlanmağa layiq bir şey olmamışdır. Həqiqətən biz insanı sonraki mərhələdə ata-anasının toxumundan ibarət qarışıq bir nütvədən yaratdıq. Biz onu dünyada özünün necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib etməyəcəyi ilə imtihana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər neymətlərimizə minnətdar olsun, istər nankör. Bu onun öz işidir. Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq. Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri cənnətdə kafir qatılmış qədəhdən içəcəklər. O kafir elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu istədikləri yeri asanlıqla axıracaqlar. Onlar cənnətə nail olacaq müttəqilər, elə kimsələrdilər ki, verdikləri sözü, etdikləri nəziri yerinə yetirər və dəhşəti aləmi bürüyəcək, şəri hər tərəfə yayılacaq gündən, qiyamət günündən qorxarlar. Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda və ya Allah rizasını qazanmaq uğrunda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. Və sonra da yedirdikləri kimsələrə belə deyərlər: biz sizi ancaq Allah rizasından ötürü yedirdirik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən biz Rəbbimizdən çox sərt, müthiş, çətin gündən, üzlərin dəhşətdən eybəcər kükə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən qorxuruq. Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Üzlərinə tərabət verəcək, qəlblərini sevindirəcəkdir. Və onları etdikləri səbir müqabilində cənnətlə və giyəcəkləri ipəklə mükafatlandıracaqdır. Onlar orada, o cənnətlərdə taxtlara söykənəcək, orada nə günəş qızmar isti, nə də sərt soyuq görəcəklər. Cənnət ağaclarının kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. İstədikləri yerdə, istədikləri zaman onları dərib yiyə biləcəklər. Cənnətdəki xidmətçilər onların ətrafında gümüş qablar və billur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan, çox şəffaf olduğu üçün bayrından içərisi görünən elə billur qədəhlərlə ki, xidmətçilər onları sahiblərinə münasib ölçüdə etmişlər. Orada onlara zəncəfil qatılmış, zəncəfil dadı verən cənnət içkisi ilə dolu badə də içirdiləcəkdir. Zəncəfil orada cənnətdə bir çeşmədir ki, suyu boğazdan çox rahat keçdiyi üçün səlsəbil adlanır. Onların dövrəsində həmişə cavan xidmətçi oğlanlar olacaqdır. Onları gördükdə, sanki ətrafa səpilmiş inci olduqlarını zənn edərsən. Orada hara baxsan, nemət və böyük bir mülk görərsən. Cənnət əhlinin əyinlərində taftadan və atlazdan, nazik və qalın ipəkdən yaşıl libaslar olacaq. Onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir içki içirdəcəkdir. Onlara belə deyiləcəkdir: bu sizin dünyada etdiyiniz yaxşı əməllərə görə mükafatınızdır. Zəhmətiniz Allah yanında məqbuldur, təqdirə layiqdir. Ya Peyğəmbər, həqiqətən biz Qur'anı sənə tədriclə, ayə-ayə, surə-surə nazil etdik. Elə isə Rəbbinin hökmünə səbr et və onlardan günahkar və nankör olana boyun əymə.
səhər axşam Rəbbinin adını zikr et. Gecənin bir qismində ona səcdə et. Axşam, gecə namazlarını qıl və gecə uzunu da onu təqdis edib, şəninə təriflərdir. Həqiqətən bunlar, müşriklər tez keçib gedəni, fani dünyanı sevər, ağır günə, qiyamət gününə dal çevirərlər. Onları yaradan da, güclü qüvvətli edən də, oynaqlarını bir-birinə bağlayan da bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik. Həqiqətən bu surə bir öyüd nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar, ibadət və itaətlə Allaha yaxınlaşar. Ey insanlar! Onu da bilin ki, Allah istəməsə, siz bunu istəyə bilməzsiniz. Həqiqətən Allah hər şeyi biləndir, hikmət sahibidir. Allah istədiyi kimsəni öz mərhəmətinə qovuşdurar. Zalimlərə gəldikdə isə, Allah onlar üçün axirətdə şiddətli bir əzab hazırlamışdır.